Salam hörmətli izləyicilər, bu günlər sizə bir dənə bağça kimi görsünüm. Qeyri-adi bağlı. Pramoy buradan düzdür, Drubin var. Drubinlə otursan bütün dəniz əlinin içindədir. Belə bir şey çox nadir halda olur. Satışa çıxır. Bizim kanalda bir günlər çıxdı satışa. Çək bir dənə dənizi. Xəzər dənizi görsənir. Fikir verirsiniz. Hörmətli izləyicilər, biz siz hara gəldik? Çıxdıq Dübəndiyə. Dübəndidə ən prestijli küçələrdən biri. Belə bir şəxsi tikili evimiz çıxıb 38 sotun içində. 38 sotun içində. Ya hovuzumuz da var. Daşma hovuzdur, hər bir şeydə işləyir. Sən o palmaya bax. Bax belə qiyməti var o palma. Həyəti, bu şimdi bir sözlə də meşə. Hamımız belə evlər arzulayırız ki, meşə olsun. 2 mərtəbə üstü də mansard. Heç bilmirəm, hansı tərəfdən girim, hansı tərəfə gedim, asıb qalmışam. O boyda böyüdür ki. Bura bisetkasıdır. Buranın gördüyünüzdə yəni basen olan hissə. Evimiz qabaqdadır, qarşıdadır. Valla polun azma olar burada. Çünki evimiz budur. 2 mərtəbə üstü mansard, monolitli evdir. Giriş qapısını sizə göstərdim. Həyətində də ki, yəni bax da ağaçlara, özün sadala. Pultla idarə olunan qapı. Bura axıran otaqdır. Yəni belə deyək də, illər öncə tikilibdir. Haradasa bir, belə deyək, bir 10 ilin evidir. Giriş qapısını göstərdiyim, evimizin böyük hissəsi, manqalxanası orada. O dəniz elə bir əlinin içində. Evkalip ağaçları. Deməli, hörmətli izləyicilər, bu evə nəzarət edən var da, baxan var, axıran, mühafizə. Bax, bura onun evidir. Yuxarısında hər bir şəraiti var, hər şey, bir sözlə. Evimizin arxasıdır. Deməli, kommunallardan qazı, suyu, hökumət suyu da var, şötçükləri var hamısı. Hər şeyi var. Ona baxmayaraq. Əlavə quyusu da var və su çəni də var. Burada da əvvəl bisetka olubmuş, yəni söküblər bisetkanı. Həyətin sizə çəkmiyor, heç bir səhifədə yoxdur bu elan. Bax, su var buradadır. Quyusu da buradadır. Burada həyətdə, bu tərəfdə qarajı var. Qarajı, kladovkası, hamam tualeti, həyət üçün nəzərdə tutulmuş. Bu da evimizin sağ tərəfidir. Cürəbəcür meyvə ağaçları var. Yəni, əsl meşə. Evimiz də budur. Şəxsi tikili evdir. Belə deyək. Restavrasiya da eləyə bilərsiniz, remont da eləyə bilərsiniz. Təmirə belə ehtiyacı var. Yer ideal. Kimsə istəsə bunu söküb təzə ev tikə bilər burada. Ya bu qalar restavrasiya ilə bir dənə də ev tikmək olar. Çox şey eləmək olar burada. Yəni torpaq nə qədər istəsəz. Neyəyə gedək? Getdik. Deməli bu giriş hissəsidir. Yəni təmir ehtiyacı var. Mətbəxidir. İsitmə sistemi kombidir, radiatorlar var. Kuxna mebeli var. Burada sanuzeldir. Tələsmə. Burada da 2 dənə yataq otaqlardır. Deməli, 1-ci mərtəbədə mətbəx, 2 yataq otağı, sanuzel. Deməli, burada pilləkənin altında 2-ci mərtəbə. Kombisi burada yerləşir. Evimiz monolitli evdir, getdik. 2-ci mərtəbə. Belə bir zaldır. Burada balkonumuz var.
2 dənə otağımız var, 3 otağımız. Bu da həyətimiz, qarşıda da baseyn, havuz. Kamin, çək otaqları görsət. Birinci yataq otağı. İkinci yataq otağı. Radiatorlar da var, görürsünüz. Burada da hamam tuvaletidir. Deməli, birinci mərtəbədə də, ikinci mərtəbədə də hamam tuvaleti var. Və indi çıxacaq mansard tərəfə, hardan ki, biz təqdimata başladıq. Mansard isə burada belə bir kladovkadır. Qapı bağlıdır. Sönməli. Və trubin və dəniz. Dəniz görsənir. Həqiqi sözün əsl mənasında. Kim alsa Allah xeyir versin, zəng eləyin mənə. 38 sotun üstündə şəxsi tikilidir ya. Bu günə bu qədər sağ olun, minnətdarım.